Salam, hörmətli tamaşaçılar, efirdə xəbər vaxtıdır. Sizinlə mən Turac İbrahimovayam. Georgi Şinjiqaşvilinin təşəbbüsü ilə yaranmış cüdo klubu yeni tədris ilinə başladı. Bu klubda yenə də beynəlxalq səviyyəli məşqçilər fəaliyyət göstərəcəklər. Daha ətraflı materialımızda. Kvemokartli Cüdo klubu dərslərini bərpa edib. Ötən ildən başlayan layihənin əsas məşqçiləri Avtandil Çiriqişvili, Nestor Xerqiyani, Luxum Çxuymiyani və Georgi Beryaşvili ilə eyni titullu cüdoçular olacaq. Klubun təsisçisi Georgi Şinjiqaşvili yeni tədris ilinin başlanğıcında mərkəzin açılışında hökumət nümayəndələri ilə birlikdə iştirak etdi. Bu cür tədbirlərin təşkil olunması düşünürəm ki, bölgədə çox önəmlidir. Sağlam həyatın qorunması, inkişafı istiqamətində, hətta bildiyimiz kimi bölgənin başqa munisipalitetlərindən iştirak etdikləri bu tədbirdə və düşünürəm ki, inteqrasiya baxımından da yaxşıdır ki, bu da gənclər bir-birini daha yaxından tanıyırlar və bir yerdə idmanla məşğul olurlar, bir-birlərinə daha yaxın olurlar. Fürsətdən istifadə edərək bu tədbiri təşkil edən hər bir kəsə dərin təşəkkürümü bildirirəm və müəllimlərə və şagirdlərə hər kəsə uğurlar diləyirəm. Hər kəsə, o cümlədən məşqçilərə uğurlar arzulayıram. Çünki gənclərin inkişafında onların rolu əvəz olunmazdır. Bugün hamı birlikdə məşq edirik. Gələcək nəslə uğurlar diləyirəm. Əminəm ki, bu zaldan xeyli adımızı ucaldacaq gənclər çıxacaq. Övladlarının titullu idmançılardan yüksək səviyyəli ustad dərsləri aldığı valideynlər layihənin əhəmiyyətindən, bələdiyyədə pulsuz klubun mövcudluğundan danışdılar. Kvemokartli Cüdo klubu fəal şəkildə bütün bələdiyyələrdə pulsuz ustad dərsləri keçməyə davam edir. Marneuli Bələdiyyəsində uşu və taekvondo idman növlərinin tədris olunacağı yeni idman zalı istifadəyə verilib. İdman zalı müasir avadanlıqlarla tərcih olunub və həm yeni başlayanların, həm də təcrübəli idmançıların ehtiyaclarını ödəyəcək. Özünü idarədən bildiriblər ki, yeni məkan döyüş sənətinin populyarlaşmasına əhəmiyyətli töhfə verəcək. Gənclərin fiziki və idman inkişafına şərait yaradacaq. İdman məktəbimizə daha bir təmir olunmuş məkan əlavə olundu. Gələcək nəslimizin nümayəndələri burada rahat şəkildə uşu və taekvondo üzrə məşq edə biləcəklər. Çempion adını qazanacaqlar. Sentyabrın 17-sində Marneuli Mədəniyyət Mərkəzinin zalında Haydi tamaşasının premyerası olacaq. Bu tamaşada qadınların cəmiyyətdəki rolunun vacibliyi vurğulanır. Tamaşa qadınların gündəlik həyatlarında qarşılaşdıqları maneələrə diqqət çəkir. Biz sənədli və bədii layihəyə imza atdıq. Haydinin premyerası Marcanaşvili teatrında baş tutdu. Sentyabrın 17-sində həftənin 3-cü günü Marneulidə tamaşanın premyerası olacaq. Bu tamaşa qadınların cəmiyyətdəki roluna xüsusi diqqət ayırır. Deyə bilərəm ki, qadınları narahat edən problemlərlə onların güzaranı ilə maraqlanan hər kəs üçün bu tamaşa çox maraqlı olacaq. Hər kəsi sentyabrın 17-sində axşam saat 6-da zalımıza gözləyirik. Bu il 100-dən çox abituriyent Milli Müdafiə Akademiyasının tələbəsi olub. Kursantlar məşq auditoriyalarını gəzib, kazarmalara paylanıblar. Hərbi həyata başlamazdan əvvəl gənclər fiziki, psixoloji və tibbi müayinələrdən ibarət daxili seçim turundan keçdilər. Birinci kurs kursantları 5 həftəlik ilkin döyüş hazırlığı kursu keçəcəklər. Onlar karantin müddətindən sonra bakalavr təhsil proqramlarında təhsillərini davam etdirəcəklər. Bakalavr təhsil proqramını başa vurduqdan sonra məzuna bakalavr elmi dərəcəsi və leytenant zabit rütbəsi verilir. Kursantın Milli Müdafiə Akademiyasında təhsili və yaşayış xərcləri tamamilə Gürcüstan Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilir. Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları adam öldürməyə cəhddə təqsirli bilinərək axtarışda olan 2000-ci il təvəllüdlü şəxsi yaxalayıb. Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixində
soyuq silahla 2001-ci il təvəllüdlü şəxsin bədəninə qəsdən ağır xəsarətlər yetirərək hadisə yerindən qaçıbmış. Ali məhkəmənin qərarı ilə o qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum edilib. Və salam hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə özünüzə yaxşı baxın.